Salam millət, hər vaxtınız xeyir olsun uşaqlar, hər birinizi salamlayıram dostlar. Bu günləri də binary videomuz olacaq. İlk öncədən deyim ki, millət, binary haqqında videolar çəkirik, amma gələcəkdə uşaqlar siz hamınız bu işlə məşğul olmaq istəyirsinizsə, yavaş-yavaş Forex-ə keçməlisiniz uşaqlar. Çünki millət, binary-də olar, amma böyümək istəyirsinizsə, yəni mən burada balansı 100.000 dollara çatdırana kimi çox zülüm çəkmişəm. Amma bunu Forex-də eləmək elə çətin deyil. Nəyə görə? Çünki Forex-də uşaqlar böyük dövriyyələr var, böyük pullar var. Ona görə də uşaqlar Forex-ə keçmək lazımdır. Mən də buradan başlamışam, indi də burada varam. Elə situasiyalara girirəm ki, baxın, görün mən nə vaxt axırıncı trade eləmişəm uşaqlar. 10 dekabr olub, bugün isə ayın 19-udur. 9 gündür mən burada trade eləməmişəm. Aydın olurmu sizə? Yəni Forex-də də demək olar çox az əməliyyatım olub. Çünki uşaqlar artıq ilin axırıdır və bu dəqiqə bazarda çox qalmaqallı situasiyalar var. Yəni yuxarı aşağı. Düşünün ki, illik şam açılacaq uşaqlar və burada hansı bir hərəkətlər ola bilər, hansı bir qapılar ola bilər, hansı bir xəbərlər ola bilər və bu bazara necə təsir edə bilər uşaqlar. 6.000 dollar balansımız var. Bunu məsəl üçün 10.000 eləmək üçün mənim hardasa bir ay vaxtım gedir. Forex-də onu daha tez eləmək olur və uşaqlar, belə deyim sizə, Forex-də də tökülməyib. Yəni Forex-də eyni ilə bura kimi yəni çətindir. Sadəcə Forex böyümək üçündür. Forex-də siz böyüyəcəksiniz. Orada böyük məbləğlərə artıq gedirsiniz. Yəni burada 100.000 dollar mənasız məbləğdir, amma Forex-də 100.000 dollar çox gözəl bir məbləğdir. Burada mənasızdır, yəni. Burada limitlər var, burada nə bilim, o deyil. Burada balaca məbləğlərlə, 300-500 dollar birinci gəlmirsən, bazardan ümumiyyətlə anlayışın yoxdur. Gəldin, örgəndin, o yan, bu yan, necədir, nətərdir, qazandın, çıxartdın, itirdin, nəsə təcrübə götürdün. Böyümək üçün uşaqlar Forex lazımdır, ona görə də mən sizə bunu deyirəm. Görürsünüz, futures demirəm, amma Forex-i deyirəm. Çünki futures uşaqlar, bu biraz ağır mövzudur. Bu daha çox fundamental xəbərlər, dünyada baş verən, məsəl üçün, təbii fəlakətlər. Bax, fundamental xəbərlərdir bizdə. Bir də görürsünüz ki, xəbər var, xəbər çıxdı, okey. Hansısa bir neftə təsir edir. Və yaxud da ki, təbiətdə elə bir hadisə ola bilər ki, heç bir xəbər yoxdur, amma məsəl üçün, hardasa neft bazası partladı, neftin qiyməti uçdu göylərə, məsəl üçün. Deyək ki, böyük bir neft bazası partladı və dünyada likvidlik çoxaldı neftə, başa düşdünüzmü? Yəni 2 ton neft var idi, 1 tonu partladı. Düşünün ki, 100 dollar idisə döndü oldu 200 dollar. Nəyə görə? Çünki məsələn 1 tonun biri partladı, biri qaldı. Qısa olaraq mən sizə izah edeyim də. Ona görə uşaqlar, orada əgər demirəm işləməyin, prosta orada işləmək, belə deyim də sizə, bir var ki, siz maşın sürəndə B kateqoriyası alırsınız, sonra D kateqoriyası alırsınız, sonra Y kateqoriyası alırsınız. Burada bu bazarlarda bu fərq, məsələn, kripto bazarında, futureslarda, səhm bazarında, Forex-də bunların hərəsi fərqli-fərqlidir. Bunlar hamısı eyni aparmır özlərini. Bəli, paternlər hər yerdə işləyir, amma arxada olan söz-söhbət var və bunlar hamısı konkret olaraq bunlara təsir edir. Nə bilim, Jeff Bezos hansısa bir fikir anlayışımı sürüb və istəsələr manipulyasiya eləyə bilərlər, yəni hansısa bir marketinq olaraq. Yəni bunlar hamısı realdır və olur. Bir də görürsünüz ki, Apple yeni məhsul çıxardanda qiymət hara gedir hər il. Demirəm artıq burada hara gedir. Prosta özünüz bu dəqiqə girib baxa bilərsiniz ev tapşırığı kimi və ildə bir dəfə ən azından 95%-lik düz olacaq bir gəlirdən faydalana bilərsiniz. Oturub məsəl üçün Coca-Cola-nı izləyə bilərsiniz, nə bilim Coca-Cola orada nə edir, nə var, hansı proyektlər işləyir. Misal üçün deyirəm, hansı ki məsləhət görmürəm, çünki çox gigantdır. Amma başqa şirkətlərlə məsəl üçün indi özünüz seçib işləyə bilərsiniz. Başınız çıxan, bilən, bildiyiniz şirkətlərlə, texnologiyalarla, aylarla, nə bilim, özünüz baxın da uşaqlar. Karoçi, biz buradayıq və biz burada əməliyyat açmaq istəyirik. Mən də deyirəm, bu niyə getmir? Sən demək ki, 1 saatlıq qrafikdəyik hal-hazırda, 2 dəqiqəlik əməliyyat açacağıq, düzdürmü? Uşaqlar, bütün rəsmi linklər aşağıda. Həmən bu broker üçün, depozit eləyənlər üçün mən burada promokodlar saxlamışam. Promokodlardan yararlana bilərsiniz və depozit eləyə bilərsiniz uşaqlar. Tak, 1 saat bizə lazım deyil, 15 saniyəliyə keçirik. Biz burada biraz agresiv trade eləyəcəyik. Tak, görək. Uşaqlar, 5-ci gündür, axşamdır, ayın 19-udur, dekabrdır, bayramlardır, bayramlara yaxındır, Christmas qabaqda gəlir, ondan sonra yeni il gəlir. Təqvim dəyişir, ona görə biz konkret burada ehtiyatlı olmalıyıq bazarda. Binary-da indi biz 3 dəqiqə, 5 dəqiqə açırıq. Əsas mən deyirəm, uzun müddətli siz hansı ki swing əməliyyatlar açırsınız, orada biraz ehtiyatlı olun uşaqlar. Day trade eləyənlər binary kimi tez-tez hərəkət eləyirlər. Onlar da çox belə fundamental xəbərlər olar, o qədər də vız gəlmir. Amma swingçilərə çox önəmlidir uşaqlar. Swingdə sizə siz mütləq xəbərlərə baxmalısınız. Yəni swing gül kimi əməliyyatınız zay ola bilər bir dənə xəbərə.
Bu bizdə yuxarı gedir və itələyən sahələr var. Gəlin burada bir 2 dəqiqə riskə long ataq. Sistem nə aşıbqa, nəsə aşıbqa verdi. Niyə girmədi? Nə oldu? Biz burada trade eləyə bilməyəcəyik bu günləri. Nə məsələdir? Bazar bağlıdır. Yoxsa gəlin bir dənə elə belə yoxlayım. 5 dollarlıq əməliyyat. Açım görüm. Ha, bu dəfə açdı. Bu 5 dollarlıq əməliyyat açdı. Vəsə, deməli bizdə 5 dollar yox. Burada bizə dəqiqə 100 dollar minimum pul lazımdır ki, biz nəsə burada eləyək. Uşaqlar, burada boş yer var. Bu əslində burada bir gələ bilər, amma yuxarı getmə potensialı da var yəni. Ona görə belə də baxanda görürük ki, biz burada short gedir. Gəlin biz burada 3 dəqiqə uşaqlar 100 dollar həcmində nəsə donma var. Sistem aşıbqa verdi. Bax görürsüz, real pulla açmır, amma indi açdı deyəsən. Nəsə sistemdə problem var, yəqin yüklənmə var uşaqlar. Baxırıq biz, deməli bizdə bir dənə yoxlamaq üçün elə belə əməliyyat açmışıq. Yuxarı açdıq onu 5 dollarlıq və bizdə uşaqlar, buradadır bizim əməliyyatlarımız və 93 dollar bizə deyir ki, pul verəcək. Əgər biz bu əməliyyatı doğru proqnoz eləsək, oradan bir gəlir əldə eləyərik, amma onu biz dəqiq elədik. Burada Zakrizel 42 dollar götürüb çıxa bilərəm əməliyyatdan. Burada uşaqlar FVG var aşağıda, aydın olurmu sizə? Və düşünürəm ki, biz bura bir gəlməliyik. Həm də ki, bizim trendimiz elə bir ki, baxın, struktur qırılıb, bizdə təlimlər var uşaqlar. Bu şeylər hamısı Forex-də eyni işləyir. Forex-də olan strategiya ilə mən burada girirəm. Burada sadəcə bəzən elə olur ki, korreksiyalara da girirsən, çünki binary-dir də, yəni binary-də sənə 1-2 şam lazımdır. Ona görə də sən korreksiyalara girə bilirsən, hansı ki, Forex-də ora girmək olmaz. Forex-də yalnız məsəl üçün short gedir, amma burada isə sən long belə götürə bilərsən. Yəni bu biraz fərqlidir bu. Amma qalan bu aşağı gedəcək, yuxarı gedəcək, nə bilim analiz hardandır, oradandır, buradandır, hamısı eyni ilə eyni bazardır uşaqlar. Forex-dir, futures'dur, nə bilim o birisidir, bu birisidir. Eyni bazardır, patternlər hər yerdə işləyir. Baxın, burada bizdə likvidliyi yığıblar. Forex üçün çox təhlükəli əməliyyatdır. Forex üçün məsəl üçün burada short girilməz. Hal-hazırda biz belə bir short girmişik. Çünki binary deyil, yəni bizə vaxt lazımdır burada. Bu vaxt ərzində biz əməliyyatı götürüb çıxacağıq. Burada yaxşı olardı ki, bir nə bilim, bir dəfə də test olunsaydı, daha dəqiq əməliyyata girmək istəyirsinizsə, amma şansı da qaçırda bilərsiniz, qayıtmaya da bilər. Bazardır uşaqlar, burada heç kim qeybi görmürük. Biz sadəcə təxmin eləyə bilirik ki, bu belə gedirsə belə olacaq, əgər belə getmirsə belə olmayacaq. Yəni millət, burada fokus önəmlidir. Burada azart, ümumiyyətlə azartı yığışdırın. Yəni azartla bura gəlirsinizsə, binary həqiqətən də qumardır sizin üçün. Siz fikir verin, görün mən necə əməliyyat açıram uşaqlar. Azarta getmək söhbəti deyil. Yəni siz konkret olaraq baxırsınız və düşünürsünüz ki, bu belə bir fiqur yaradacaq burada, belə bir pattern yaradacaq. Bu çox maraqlıdır uşaqlar. Çünki siz nəyisə proqnoz eləyib girəndə bu çox maraqlıdır həqiqətən də. Bu tradedən siz həzz ala bilərsiniz. Amma siz bilmədən keçid alanda, yəni bu hara gedəcək, ora gedəcək, bura gedəcək bilməyərək də məsəl üçün. Onda siz bəxti xuda, bu da ki iş deyil. Belə bir şey Tanrı tərəfindən də, Allah tərəfindən də qəbul olunmur millət. Hansı ki sən bəxti xuda buraxırsan. O sevir, nə vaxt siz fokuslanırsınız, işə fokuslanırsınız və maksimum dərəcədə oradan keyfiyyət almağa çalışırsınız, məbləğə baxmırsınız. Millət, məbləğə baxmaq lazım deyil. Sizə illüziyadır. Siz pula çox yapışırsınız. Burada siz demo ilə bunda sizdə fərq olmamalıdır. O vəziyyətə gələnə kimi siz işlədikdə siz trader olursunuz. Hələ də mən yenə də səhvlər eləyirəm, yenə də hesablar itirirəm. Yəni bu normaldır. Əsas odur ki, elə bir biznesdir ki, burada siz 1-2 dənə hesab itirə bilərsiniz, amma sonradan əldə elədiyiniz hesab bir dənə çıxarışda bütün o sizin itirdiklərinizi də öhdələyəcək və üstündə sizə gəlir də verəcək. Bu sistem belə işləyir. Yəni görürsüz, burada gəldilər. Biz buradan yüngülvari girdik ki, çatdırarıq. Yəni burada biraz dayanar. O dayanmadı. Gəldi, yığdı, o saat düşdü və hal-hazırda buralardadır uşaqlar. Fikir verin, hal-hazırda long gedən trend burada nə eləyə bilər? Burada order flow eləyə bilər, uşaqlar gələ bilər. Bir dəfə vurdu, burada stoplar saxlanıldı və sonra da gəldi stopları yığdı, ondan sonra getdi yuxarı. Yəni belə bir şey də olur. Sadəcə hal-hazırda bizdə görürük ki, trend fırlanıb və biz burada prosta short açmaq lazım idi, bayaqki əməliyyat kimi. Başqa heç nə fikirləşmək lazım deyildi, görürsünüzmü? Sadəcə short açmaq lazım idi. Biraz fərqli fikirləşdik, ona görə də belə bir şey oldu. Yəni bizdə minus oldu uşaqlar. Gəlin
200 dollar həcmində buradan götürüm. Görəsən bunu yığmağa gələrlərmi, gəlməzlərmi? Artıq onu bilmirəm mən. Gəlsələr artıq başqa. Baxın uşaqlar, burada siz açırsınız. Hə, plus olacaq sizdə. Əsas məsələ bilirsiniz nədir? Minusa gedəndə dayanmaq və doğru yerdən giriş yeri gözləməkdir. Yəni onu gözləməyi bilmək lazımdır. Əsas giriş nöqtələrini düzgün seçmək lazımdır. Bu burada da elədir, Forex-də də elədir. Burada məsəl üçün gəlib sizi 1 punkt plus da eləyə bilər, amma Forex-də o 1 punkt sizə heç nə vermir. Çünki Forex-də siz artıq əməliyyata keçid alanda minusda olursunuz. Yəni bu sizə heç nə vermir. Görə biz buranı yığacaqlarmı? Gördünüzmü? Gəldilər. Bura kimi gəldilər. Bura kimi gəldilərsə biraz da qaldırarlar. Qaldırmazlarmı? Bilmirəm. Bax, 200 dollar əməliyyat açmışıq uşaqlar. Görürsünüzmü? O qədər də incitmir. Görə bu gün xeyir götürə biləcəyi ya yox. Çətin oldu uşaqlar. Bu nə bilim, bu dekabrın əvvəlində 4 gün yaxşı oldu. O fon hesabından çıxarış elədim mən və o videolar hamısı var. Necə trade eləmişəm, necə çəkiliş eləmişəm, hamısı var uşaqlar. Keçid alıb baxa bilərsiniz. Sadəcə millət, sizin orada bir neçə hesabınız olmalıdır və siz məsəl üçün bir hesabda biraz qazandınız, atdınız qırağa, keçdiniz o birisi hesaba. Belə işləmək lazımdır orada da. Burada gəldi, bunu elədi. Yəni də görürsünüz, çox belə məqsədsiz bir situasiyadır bu dəqiqə. Getdi bir reysdə yığdı stopları. Aha, gələn indi plus eləyədi. Yaxşı olardı əslində, amma çatmadı. Wow. Oyda heç birini vermədi plusa, gördünüz, 2 dənə minus. Bu da ki uşaqlar, görürsünüz, hələ ki aşağı gedir bu. Biz prosto nə bilim, gecikdik, biz gedək buradan. Gecikdik, yaman. Heyf. Görək başqa yerdə nə var. Tak, deməli burada da bizdə qəşəng bir aşağı situasiya var uşaqlar. 150-200 dollar. Aşağı gedirik də biz. Bax, 400 dollar uşaqlar. Bundan sonra minus olsa artıq keçəcəm təzədən 100 dollara. Hər gün siz xeyirlə çıxmaya bilərsiniz. Amma disiplinlə yenə də qalanda siz az görürsünüz ki, yavaş-yavaş xeyrə çıxırsınız. Disiplində qalmaq lazımdır sadəcə. Disiplindən çıxmaq olmaz. Çıxdısa все batıracaqsınız. Nə var orada? 5000 dollar da. Burada batırmağa nə var ki o pulu? 2 vur 2-dir. Ağılla, başla, sakitcə, təmkinlə hərəkət eləmək lazımdır ki, siz burada nəsə əldə eləyəsiniz. Burada da görürük ki, bizdə qəşəng bir short trend gedir 15 saniyəlik time frame-də. Görək bizdə 5 dəqiqəlik necədir? 5 dəqiqəlik də elə short gedir. Short pozisiyadır burada konkretlə. Elə yaxşıdır burada. Nə oldu? Minus oldu. Yox, bu minus olmadı deyəm. Bu niyə arada baqlar var? Hanı mənim əməliyyatlarım? Ayda. Necə bunları da minus olacaq? Vay. Yeni il qabağı özümüzü ziyana saldıq. Mən buradan aşağı gözləyirdim, amma bu getdi yuxarı nəsə. Bu manipulyasiya ola bilər. Baxaq görək vəbşi necə hərəkət eləyəcək bu. Getdi yuxarıda, bundan yuxarıda bağlansa. Getdi uşaqlar. 600 dollar minusdayıq. Görürsünüz, yəni məndə də olur da bu. Panikaya düşməyə ehtiyac yox. Bu short gedir uşaqlar. Bu görürsünüz, bu gəlib hələ bunu keçməyib ki, biz bir long nəsə fikirləşək. Bu buradan gəlib bunu keçib bunun üstündə bağlanıb. Bu bəlkə bunu vurmağa gedirlər. Gəlin biz buradan bir risk eləyək. 200 dollar buradan əməliyyat açıram. 200 dollar uşaqlar. Görək bu necə olacaq millət. Burada situasiya bunlar görürük ki, yuxarı qaldırırlar qiyməti. Getdi aşağı. Burada yuxarı qaldıran bir güc var. Və biz görürük ki, buranı biz yuxarıda bağlamışıq. Burada bir boss var. Getdilər stopları yığmağa, okey. Burada FVG falan yoxdur. Bura niyə gəldi bu? Prosto bunları yığmağa gəldi. Yoxsa nə məsələdir? Bəlkə bunu vurmaq istəyir. Burada görürük ki, bu momentdə belə binary-dir deyə. Burada bu dəqiqə qiymət dəyişə bilir, yəni yerini dəyişə bilir. Yəni bu qalxır. Görürsüz, bu sahədən hündürdür. Məsələn, bu sahədən hündürdür bu sahə. Və bunlar qiyməti belə basıb yuxarı qaldıra bilərlər ki, buranı keçsinlər. Elə də olmalıdır əslində. Görək çatdıracağıq uşaqlar. Artıq neçənci əməliyyatımızdır bizim. Görürsünüz, yenə də artırmıram. Bax, bizdə 2 dənə 200 dollar minus oldu. Mən yenə də 2 dənə 200 dollarla əməliyyatımı açıram. Yəni artırmıram, ehtiyac yoxdur. Nə oldu burada? Ayda çox belə bərbad yerdədir bu. Çünki dəyər bura reaksiya qıracaq qırmağına. Prosta reaksiya alır, beləsinə ürək bulandıran situasiyalar yaradır. Hal-hazırda. Davay yuxarı get. Ayda. Nə oldu? Vay. Yuxarıdakı minus oldu. Siz fikir verdiniz uşaqlar. Neçə görürsünüz, biz yenə də eyni balansdayıq. Eyni yerdə qalmışıq. Aha, bu şam bağlandı. Okey. 2 şam müddətinə yuxarı bir dənə 200 dollar açacağam. 2 dəqiqə müddətinə 200 dollar yuxarı. Mən düşünürəm ki, bu gedir millət.
budur deyəsən bunun hədəfi. Tutanda gərək götürəsən, çıxasan da oradan. Tamışda həmişə tutmaq olmur o situasiyaları. Bir də görürsünüz ki, gedən olur, yəni trend gedir. Məsəl üçün burada görün nə qədər ancaq long girərək nə qədər götürmək olardı. Yəni özünüzdə priключение axtarmayın. Trend long gedirsə, keçid alın. Sonra gördünüz ki, hansısa bir pattern qırıldı, məsəl üçün yuxarıda bağlandı. Aha, deməli trend dəyişdi. Eyni forex-də olan söz-söhbət. Təlimlərimiz var da uşaqlar, paylaşırıq, açıqdır. Kim istəsə bizim köhnə akademiyamıza da abunəlik əldə eləyə bilər. Yaza bilər bizə Instagramda abunəlik üçün. Görürük uşaqlar 54-53 saniyəmiz qalır. Çox axmaq yerdə dayanıb qiymət. Çox axmaq yerdə dayanıb. Burada retest zonası var. Prosta bu retest zonasında burada biraz boşluq var da. Bu yəni bu o deyil də. Görürsüz, budur bax. Bu imенно bu vaxt görək baş aşağı çəkirik. Prosta yaşıl rəngdə bağlanıb. Bu da getdi onu doldurmağa. Aha, bunu doldurmağa bizə vaxt qazandırır. Super. Super. Gəlin bir dənə də $200 yuxarı açaq. Aha, bu gəldi bunu yeməyə biraz. Bu şamı yeyəcək. Yedi. Bir dənə də açıram mən $200. Oyda bu minusa getməsin. Plus oyda. Bu niyə aşağı getdi? Mənə çox maraqlıdır. Okey. 1 dəqiqə 34 saniyə var. Hələ bilmirəm necə olacaq. Ola bilər ki, bura bir iynə atıb. Yox, iynə atmadı. Elə ağzımda qaldı sözüm, iynə atmadı. Sadəcə bunları götürdülər. Okey. Bu şam indi bunu yeməlidir. Bunun üstündə bağlanmalıdır. Okey. Buradan bir dənə də keçid alıram mən. Buradan bir dənə də götürəcəm. Buranı da yeməlidir yarıya kimi. Ayda 7 ucu qalxdı. 7. Okey. Gedirik biz. Gəlirik retest zonasına toxunuruq. Reaksiyamızı alırıq və yenidən yuxarı şütüyəcəyik yəqin ki. Çünki basırlar uşaqlar, trendi basırlar. Bura qırılmalıdır ki, məsəl üçün belə bir qırılsa, hə, o trend çöndü aşağı. Ayda çox sporna situasiya. Heyfdir. Apasna. Gözləyək millət. Ayda o birislərə də az qalıb. Bu da açdığım yerdə brojet. Açdığım yerdədir. Açdığım yerdədir. O birisi də minus oldu millət. Aha, gəldi. Buranı da götürdü. Okey. Bir dənə də $200, $400 buradan götürür yuxarı. Çünki burada uşaqlar order flow'dur bu səhv eləmirəmsə. Belə qəşəng görünür. Bəli, gəldilər, götürdülər. 50%lik geri dönüş və yuxarı. Bu forex-də çox super situasiyadır. Yəni bunu stopu atırsan bunun altını, take-i də atırsan üstünə. Всё, qaymaq kimi uşaqlar. Bunu rahat götürürsən sən orada. Çünki orada biz vaxtdan qorxmuruq. Burada vaxtdan qorxursan. Məsəl üçün bura bir iynə atmağı səni forex-də də sən burada görə take-i vuracaqlar. İşte forex-də giriblərsə məsəl üçün deyək ki, take profit всё. Biraz da atsa yuxarı, aha. Demək olar take-i vurdu da. Vuracaq indi. Çıxacaq oradan yuxarı. Gəlim, ayda biraz gecikdim. 1 dəqiqəlik açdım yuxarı uşaqlar, $200. Stop vursun yuxarı bunu. Niyə görə 1 dəqiqəlik? Çünki bunun korreksiyası var, ondan qorxuram. Gördünüz uşaqlar necə ideal bir moment tutduq. Yəni minus oldu, bizi həvəsdən salmamalıdır və yaxud da ki, hansısa bir negativə düşmək olmaz. Getmir də burada vaxt. Bax, bircə dəqiqə əməliyyat açmışam mən, 1 dəqiqə vaxt ərzində. O 1 dəqiqə vaxt getmir burada. Görürsünüz uşaqlar. Fikirləriniz maraqlıdır, yazın. Video necədir sizin üçün? Uşaqlar, risk var, görürsünüzmü? Bax, hal-hazırda yuxarıda necə bir dava gedir. Çox apasındır. Nəyə görə apasındır? 15 saniyədir uşaqlar. 15 saniyədə qiymət uçuşur. $5.900. Aha, $400 açıram uşaqlar yenə də yuxarı açıram 1 dəqiqə müddətinə və düşünürəm ki, hələ qiymət gedir. Keyflərinə düşüb indi biz yenə də bizi ziyana salsalar, biz yəqin ki, bugün qazancsız gedəcəyik. Biz 1 dəqiqəlik açmışam ki, tez bazar götürək çıxağı. O da nəsə çox dayandı burada. Vay. Davay. Nitini. Qorxma kişi, get yuxarı. Burada ucu plus olsa, bəxt demək olar ona. Ona deyirlər plus. Bəxtdən plus oldu, yanında bağlandı. O ucu bəxtdir. Amma bir də görürsünüz ki, açdığınız yerdən uzağa gedir. Hə, o başqa məsələ artıq. Bir dənə də açıram burada. Bu yuxarı gedir uşaqlar, bu yuxarı gedir. Prosta burada bizim vaxtımız çatmadı. Yenə də bu getdi aşağı və bizim vaxtımız çatmadı. Hal-hazırda biz görürük ki, gözəl bir marabuzu və yuxarı topim.
Всё. Qəşəng bir atış olmalıdır bu dəqiqə yuxarı. Gəldik, yığdıq bunu da 50%. Всё, biz buradan uzaqlaşdıq. Əgər biz buradan aşağı gəlsək, всё, söhbət öldü. Deməli bizim əməliyyatlarımızın minus olma şansı daha çoxdur. Çünki biz strukturu pozmuşuq. Millət, like eləyək videonu. Deməli 800 dollar, 600 neçə dollar? 800 dollar, 680 dollar bizə profit verəcək əgər bizim əməliyyatlarımız özünü doğruldarsa uşaqlar. Çox sporlu situasiyadır, çox. Gördünüzmü, gəl, iynə kimi işləyir. Baxın, gəldilər, yığdılar, indi gedirlər. Yığdılar, gedirlər. Mən hələ də davam eləyə bilərəm uşaqlar, amma davam eləməyəcəm. 200 dollar bəsimdir. Millət, 6000 dollar balansda pul var idi. 200 dollar bəsimdir. Çünki mən artıq çox vaxtdır buradayam. Hardasa bir yarım saatdan çoxdur bu video gedir və mən buradayam uşaqlar. Ona görə də bugün çətin oldu. Belə bir əməliyyatlarımız oldu, minuslarımız oldu, pluslarımız oldu uşaqlar. Bütün rəsmi linklər aşağıda uşaqlar. Əgər sizin ümumiyyətlə anlayışınız yoxdursa, siz bizim köhnə akademiyamızdan başlaya bilərsiniz. Yeni tədrisimiz yeni ildən başlayacaq uşaqlar. FTMO-da işləmək, Forex-də işləmək, elə bil ki, oradan çıxırıq, böyüyürük millət. Tam olaraq özüm də təlimlərdə iştirak eləyəcəm, yəni canlı şəkildə bizdə görüşlər olacaq onlayn şəklində və millət gələcəyinə də başqa bir planlarımız var, inşallah hamısını yerinə yetirərik. Yəni bu hal-hazırda işlənilir və gələn ildən sizə təqdim olunacaq millət. Özünüzdən müğayət olun. Mən sizə bolca keş arzu edirəm uşaqlar. Hədəflərinizə gedin millət və heç nə sizi dayandırmasın. Bu əsas məqsəddir, çünki bunu siz istəyirsiniz. Oldu uşaqlar, uğurlar və bolca keş. Hələlik.